Gəncəli aktyor və rejissor Əfrasiyab Məmmədovun doğum günüdür. Əfrasiyab Məmmədov 1928-ci il martın 19-da Gəncə şəhərində dünyaya göz açıb. O 1945-ci ildə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq və pedaqoq Məhərrəm Haşimovu rejissorluq kursuna daxil olub. Lakin 6 ay sonra aktyor və rejissor Adil İskəndərov Əfrasiyab Məmmədovun səhnə görünüşünü bəyənib, onu aktyorluq kursundan keçirib. Daha sonra isə Adil İskəndərov Əfrasiyab Məmmədovu Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına aktyorluğa qəbul edib. Əfrasiyab Məmmədov bir çox məşhur tamaşalarda və filmlərdə rol alıb. Belə ki, Koroğlu, Qızmar Günəş altında, Kişi sözü, O olmasın bu olsun, Sehirli xalat və bir çox filmlərdə müxtəlif obrazlar canlandırıb. Aktyor Otello, Vaqif, Ailə namusu kimi tamaşalarda oynayıb. O həmçinin Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru kimi çalışıb və eyni zamanda pedaqoji fəaliyyətlə də məşğul olub. Məmmədov həm də Böyük Dayaqda Çoban Kərəmi, Əmək və Qızılgüldə musiqi, Əhməd Haraladırda inşaatçını və digər filmlərdə müxtəlif rolları səsləndirib. Əfrasiyab Məmmədov 18 noyabr 1990-cı ildə 62 yaşında Bakıda vəfat edib və 1-ci Fəxri Xiyabanda dəfn olunub.